Deməli, virtual dərslərə daxil olmaq üçün biz birinci növbədə virtual məktəb platformasına daxil olmalıyıq. Onu qeyd edeyim ki, bura siz rəqəmsal məktəb üzərindən Teams proqramına daxil olmaqda da keçə bilərsiniz. Virtual məktəbə daxil ol düyməsini vururuq və gözləyirik. Bu bizi birbaşa Teams proqramına yönəldəcək. Və gələn hissəyə biz istifadəçi adımızı, yəni otisk kodumuzu student eduazını qeyd edirik və növbəti düyməsini vururuq. Açılan hissəyə parolumuzu yazırıq və daxil ol düyməsini vururuq. Daxil oluruq və gözləyirik ki, Teams proqramı tam bərpa olunsun. Bəli, hal-hazırda görürsünüz ki, şagirdin səhifəsi tam bərpa olundu. Yəni, daxil olduq səhifəsinə. Hansı komanda ilə, hansı sinifdə oxuyursa, 6B sinifi, Ekologiya liseyin 6B sinif şagirdi. Və şagird komandanın içərisinə daxil olduqda görəcək ki, müəllimlər burada dərsləri yerləşdiriblər. Baxın, üzü yuxarıya getdikcə biz 20 may, 22 maya qədər bütün dərsləri biz burada görürük. Məsəl üçün, 18 mayda yerləşdirilən dərsləri və s. hamısı burada görünür. Məsələn, 18 mayda Fidan müəllimənin yerləşdirdiyi dərs. Buradan da dərsə qoşula bilərik. Dərsə qoşul düyməsini vurmaqla. Baxın, vurduqda avtomatik bizi həmin hissəyə, belə deyək də, dərslər olan hissəyə yönəldəcək. Biz burada dərsə qoşula biləcəyik. Və yaxud da ki, dərsləri daha sistemli görmək üçün siz kalendar bölməsinə daxil ola bilərsiniz. Kalendar bölməsinə daxil olduqda burada 18 maya daxil olanda görürük ki, bəli, baxın, 18 mayda saat 8-dən artıq dərslər yerləşdirilibdir. Bunun üzərindən də vurub dərsə qoşula bilərsiniz. Baxın, bu qayda ilə. Elə bir çətin deyil. Eyni ilə telefon versiyasında da belədir. Sadəcə ola bilər ki, sizin cədvəldə bəzi əvvəldən qalan, belə deyək də, əvvəldən qalan dərslər ola bilər. Hansı ki, orada silinibdir və yaxud da cancel edilibdir. Onu bunun üzərindən vurub silə bilərsiniz. Hal-hazırda burada bütün müəllimlərin, belə deyək, məsəl üçün, burada 2021-dən qalan dərslər var. Bunun üzərində vurduqda biz bu dərsləri, belə deyək də, hamısını ləğv eləyə bilərik. Baxın, əvvəlki siniflərdən vurduq və üzərində bütün dərsləri, hansı ki, əvvəlki dərsləri buradan silib kalendarımızı təmizləyə də bilərik bu qaydada. Yəni, əvvəlcədən qalıbsa burada. Belə. Amma giriş qaydası belədir. Uğurlar hər birinizə.